Atlantida. Ehtimal olunur ki, Atlantida bugünə kimi yerləşdiyi yer və mövcudluğu aşkar olunmayan əfsanəvi şəhər, ada və ya qitədir. Atlantida Yunan filosofu Platon tərəfindən yaşadığı dövrdən təxminən 9000 il əvvəl, yəni eramızdan əvvəl 9500-cü ildə təbii fəlakət nəticəsində dağıdılmış bir ada dövləti kimi təsvir edilmişdir. Platon bu məlumatları babasından, o isə Misir rahiblərindən eşitdiyini bildirir. Əfsanələrə görə Atlantida o qədər zəngin dövlət idi ki, onun digər dövlətlərlə ticarət əlaqələri qurmağa ehtiyacı belə yox idi. Atlantida əhalisi özlərini qidalandırır, çox nadir tapılan metallar əldə edirlər və onları əritmək üçün xüsusi vasitələrə malik olurlar. Bundan əlavə, Atlantida sakinlərinin, yəni Atlantların ən məşhur hobbisi kristalların istehsalı idi. Müasir dövrümüzdə bu itmiş şəhər tapmaq üçün çox sayda ekspedisiyalar təşkil olunmuş, lakin bugünə kimi təşkil olunmuş ekspedisiyalar heç bir nəticə verməmişdir. Troya. Troya bizim eradan 300 il əvvəl mövcud olmuş şəhərdir. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya, tarixin ən qədim şəhərlərindən biridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin İlyada əsərində verilir. Bu əsərdə Troya ilə Yunanistan arasında 10 il müharibə gedir və sonda Yunanistanlı Odisseyin hiləsi nəticəsində Yunanlar Troyanı məğlub edir. Hektor ilə Axil arasında gedən əfsanəvi təkbətək döyüşdə məhz bu müharibə ərəfəsində Troya yaxınlığında baş verir. Bu gözəl şəhər 1870-ci ilə qədər tarixçi Heinrich Schliemann onun qalıqlarını aşkar edənə qədər böyük bir mif hesab edilmişdir. Eldorado. Eldorado, Cənubi Amerika cəngəlliklərində yerləşən, deyilənə görə qiymətli daşlar və bütün arxitektur tikililəri qızıldan tikilən mifik bir şəhərdir. İtmiş şəhər Eldoradonu tapmaq üçün ilk cəhd 1535-ci ildə Sebastian de Balcazar tərəfindən edilmiş, sonuncusu isə Nikolay Rodriguez tərəfindən 1775-ci 1780-cı illərdə edilmişdir. Eldoradonu tapmaq üçün bütün cəhdlər digər bir əhəmiyyət də daşıyırdı. Çünki çoxsaylı ekspedisiyalar Cənubi Amerikada olan sıx cəngəlliklərin arasında çoxlu yollar açırdı. Əfsuslar olsun ki, Eldoradonu tapmaq uğrunda təşkil olunmuş bütün ekspedisiyalar uğursuz nəticələndi. Machu Picchu. Machu Picchu 15-ci əsrdə İnklər tərəfindən tikilmiş, Peru dövlətinin cənub hissəsində yerləşən memarlıq kompleksinin adıdır. Kəşf edilmiş və araşdırılmış bütün itmiş şəhərlərdən heç biri Machu Picchu qədər sirli deyil. Alimlər indiyənə kimi bu şəhərdə olan tikililərin İnklər tərəfindən hansı yolla tikildiyini müəyyən edə bilməmişdilər. Çünki İnk tayfalarının tikdikləri divarların daşlarını yonmağa nə dəmirdən alətləri, nə də ağır daşları qaldırmağa vasitələri yox idi. 1532-ci ildə bu şəhərin bütün sakinləri sirli bir şəkildə yoxa çıxır. Machu Picchu unudulmuş və təxminən 400 il xarabalıqda qalmış. 24 iyul 1911-ci ildə isə Amerikalı tədqiqatçı Hiram Bingham tərəfindən yenidən aşkarlanmışdır. Machu Picchu'nun nə əsl adı, nə əhalisinin sayı, nə də ki, tikinti məqsədi məlum deyil. Pompey. Pompey 79-cu ilin 24 avqustunda vulkan püskürməsindən sonra vulkanik kül təbəqəsi altında qalmış böyük bir qədim Roma şəhəridir. Bu püskürmənin dəqiq gücünü müəyyən etmək mümkün deyil.
Lakin bəzi alimlərin apardığı araşdırmaların nəticələrinə görə Pompey şəhərinin məhv olmasına səbəb olan Vezuvi vulkanının püskürməsinin gücü Hirosima şəhərində partladılan atom bombasının gücündən 500 dəfə güclü olub. Burada baş verən fəlakət zamanı 2500 insanın öldüyü müəyyən edilib. Bu şəhər 1748-ci ildə vulkanın ətəyində arxeoloji qazıntılardan sonra aşkar edilmişdir. Ən yaxşı saxlanılan qədim şəhər kimi tanınır. Ora hər gün təxminən 2,5 milyon turist səfər edir. İtmiş şəhər Z. Z, Braziliyada Mato Grosso bölgəsindəki cəngəllikdə qızıldan körpüləri, yolları və məbədləri olan bir şəhərdir. Bu sirli itirilmiş şəhər Rio de Janeiro Milli Kitabxanasında saxlanılan əl yazma 512 kimi tanınan bir sənəddə qeyd olunur. Sənəd 10 səhifədən ibarətdir və Portuqaliyalı Juan da Silva Guimarães'in 1753-cü ildə Z şəhərini ziyarət etdiyini ətraflı izah edir. Lakin bu şəhərin yerləşdiyi yer əlyazmada qeyd edilmir. 1925-ci ildə araşdırmaçı Fawcett, oğlu Jack və Rolly Rimmel Z şəhərini axtarmağa gedir. Lakin bu şəhərin ardınca gedən bir sıra digər qruplar kimi müəmmalı şəkildə itir. Memphis. Memphis, Nilin sol sahilində yerləşən qədim Misir şəhəridir. Eramızdan əvvəl 3100-cü ildə yaradılıb. Qədim Misirin paytaxtı, böyük bir dini, mədəni, siyasi, əlyazma mərkəzi və fironların iqamətgahı olub. İskəndəriyyənin yüksəlişi və çiçəklənməsinə qədər öz statusunu qoruyub saxlamış, tədricən məhv olmuş və zaman getdikcə dağıdılmışdır. Arxeoloji qazıntılar zamanı burada Ramzesin 2 ədəd heykəli tapılmışdır. Onlardan biri qırmızı qranitdən, digəri isə qum daşından inşa olunmuşdur. İndi itirilmiş Memphis şəhəri açıq hava muzeyi kimi fəaliyyət göstərir və oraya ziyarətə gedən istənilən turist üçün bu qədim şəhərin arxitekturası ilə tanış olmağa geniş imkanlar yaradır. Əgər video xoşunuza gəldisə, videonu bəyənin, şərh yazın və sosial şəbəkələrdə paylaşın.